Və biz bir dəqiqəlik videomuzdur. Alican bəy və Fatimə xanımın toyundan, daha doğrusu 18 saniyəlik. Çoxlu qonaqlarımız oldu burada bu toyda. Salam YouTube, mən Kamran bəy Əziz. Bildiyiniz kimi Azərbaycanda foto və video çəkilişlər edən bir komandaya malik. Bu təfəkkü çəkilişmiş toy çəkilişindən idi. Şərq Sarayda idi və Şərq Sarayın hal-hazırda interyerini göstərirəm sizə. Birinci mərtəbədən ikinci mərtəbəyə qalxdıq. Bu foyer hissəsidir. Foyer hissəsində rahat qonaqları qəbul etmək üçün hər cür şərait yaradılıb və bəy gəlin masasına indi görürsünüz, artıq içəri daxil olduq ki siz restoranı daha ətraflı görəsiniz deyənə biz bu çəkilişləri edirik. Geniş zala malikdir. Ümumiyyətcə buradan bu səhifənin Instagram adresini, buranın Instagram adresini də qoyacağam sizlər üçün. Burada ya sağda ya solda çıxacaq indi və o nömrələrlə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. İndi isə hal-hazırda Şuşa rəqs qrupunun rəqsi olacaq. Həm belə deyək, Fujifilm X-T3 ilə çəkmişik, həm də DJI Osmo Pocket 1 ilə çəkmişik. Hal-hazırda ekranda gördüyünüz Osmo Pocket 1-dir və solda çıxan isə X-T3-dür. Qısa videolar götürmüşük, vertikal halda götürmüşük. Ümid edək ki, səsi YouTube'da səs problemi yaranmayacaq. Ən əsas problemlərdən biridir bizim üçün. Çox da gözəl ifa eləmişdilər. İstər xanımları olsun, istərsə də bəyləri. İşıq sistemləri də möhtəşəmdir bu restoranın. Çox restoranlar belə işıq sistemlərinə rast gəlmək olmur. Mən artıq səhv eləmirəmsə 4-cü, 5-ci dəfədir bu restoranda çəkiliş edirəm. Fujifilm X-T3 ilə demək olar ki, çox az çəkiliş edirik. Saniyə söhbətləri gedir, amma Osmo Pocket 3 ilə YouTube üçün çəkdiyimizə görə uzun çəkiliş edirik. İndi isə bəylə gəlin artıq zala daxil olur. Sizin yanınızda olacaq. Gözəl bir ifalarından sonra açılışı 2 nəfər etdi. Ayaz Qasımovla Şəhriyar bəy möhtəşəm açılış elədilər. Alican da müğənnimizdir. Yəqin ki tanıyırsınız. Bir YouTube səhifəsi və eləcə də Instagram səhifəsi mövcuddur.
Değerli hanımlar ve canımlar, muhteşem günümüz başlayır. Azerbaycan'ın en qədim, həssas, sevimli ve kövrək musiqisi sedalar altında, Abrend instrumentalın təqdimatında, vahzalı sedalarında bəyimizi gəldimizi qarşılayaq. Burada da mən görünürəm. Değerli hanımlar ve canımlar, Ali Can Fatime, bu alkışlar seslensin. Alkışlarınızı eşittirin. Müstakil Azerbaycanımızın genç, güzel, hoşbəxt gününü karşılamanın tam vaktidir. Və bəylə gəlinimiz artıq restorana daxil oldular. Bəyimizin indi sürprizi olacaq. Öz mahnısını ilk rəqsində ifa edəcək. Sevgisine, sevdiği hanımına, Ayaz Qasımov da indi bunu... yoldaşına güzel bir armağanı var. Gelsin. Yox, Ayaz Qasım deyil. Şəhriyar. Dostlar, bütün dünyaya, bütün Azerbaycan'a bu güzel, birbirine yaraşan hoşbəxt cütlüğü gösterin. Görün ibret olan güzel aileniz olur. Seven, sevilen cütlüğü nece olur. Dostlar, hiç alkışlarınızı eşitmeyin. Dur gelsin biraz. Bəli, bak budur sevgi, budur dilək. Əlican, artıq məsuliyyət və söz səndə. Və bəyimiz öz toyunda artıq həyat yoldaşına öz mahnısını həsr edir. O qədər gözəl mahnıdır ki. Səhv eləmirəmsə 2 dildə oxuyub, həm Azərbaycan, həm farsça. Hal-hazırda Azərbaycanca oxuyur. Səni hər gün xəstəyəm mən, sən ən gözəl düşüm, mənim həyat işim, canımdan ötə cansan. Bu həyat yolumuzda, hər an yanımızda, nə yaxşı ki varsan. Sən ömrümün səhərləri, gün ortası, seninle güzel canımın parçası, o gülen gözlerin kalbimin aynası, son sevgilim. Ben havzemle uzak, çeşme caddelerde Bəli, farsça oxuyur. Farsça bilənlər indi sözlərini başa düşəcək. Təzə ki, mən farsça. Amma mahnı olduqca çox gözəldir. Şəhərlə bağlaşmışam, mən bir aşiqəm mixab, yeganə qeybiyyat, toyet öyle coşam. Sən ömrüm, səhərləri gün ortası, seninle güzel canımın parçası. Mühteşemliğinden sonra Və Şəhriyar Əbilovla Ayaz Qasımov toyu idarə edəcək. Möhtəşəm idarə edirlər hər ikisi. Ayaz Qasımovun ümumiyyətlə səs tempresi o qədər gözəldir ki, yəni canlı qulaq asan insan yalnız bilər bunu.
Mən də çalışacağam ki, hal-hazırda fürsət düşüb və sizə təqdim edeyim. Hoş gördük. Bu muhteşem günde, bu sevginin cem olan gününde, ben inanırım ki burada olan insanları herkes bu cütlüğün xoşbəxt gününe sevinirler. Ama her birinizden çok xahiş edirik ki, bütün gün boyu yaxşıca alqışlayasınız, yaxşıca rəqs edəsiniz. Özdə bugünkü toyun az solisti, Azərbaycan estradasının parlaq ulduzu, səsi, ürəyi, musiqi bazası möhtəşəm olan Ayaz Qasımov! Teşekkür ederim. Çok sağ olun. Ben de salamlayırım bütün qonaqlarımızı, bütün musiqiçi dostlarımızı salamlayırıq. Hoş gördük. Bütün... Və interyerin hal-hazırda sizin üçün çalışdım, göstərim. Ayaz bəy ifasında qeyd edib ki, Ayaz bəy canlı ifa edir. Salon olduqca genişdir, yemək sözü və toyumuza Mary Band gəlir. Möhtəşəm toy aparırlar. Hal-hazırda siz də ekranda görürsünüz. Və məşhur adamları da görə bilərsiniz hal-hazırda ekranda ki, belə gəlirlər. Əyləncəmiz davam edir. Həm işıqları, işıq sistemlərini sizə göstərirəm. Demək olar ki, bir neçə qonaq var idi müğənnilərdən. Həm də tanınmış simalar. Hal-hazırda ekranda görürsünüz necə əylənir cəmaət və toyun möhtəşəmliyi. Və aşımız gəlir artıq. Burada o püskürən əmi də gələcək hazırda və görürsünüz o püskürən əmini. Bundan əvvəlki videolara baxsaz biləcəksiniz ki, niyə görə o püskürən əmi deyirəm. Və artıq DJ Roşka gəlmişdi, diskoteka idi. Özünü də görürsünüz hal-hazırda. Burada və gəlinimiz səhnədədir, əylənirlər, həmçinin dostlar əylənir. Hal-hazırda bir çox tanınmış simaları görə bilərsiniz burada.
Belə möhtəşəm toyumuz keçir. Təbii ki, hələ qurtarmayıb. 4 gələdən sonra qalacaq. Elvin artıq darbuqda çalır. Hamı əylənirdi doyunca. Düzdür, çox kadrları vermirəm. Amma bəzi hissələrini sizə təqdim edirəm. Elvin hələ də darbuqda qalır. Məsə çox xoşuna gəlir. Aha, Elvin Mirzəzadə darbuqanın başını buraxdı. Nəhayət ki, mahnısını bizə hədiyyə elədi. Yəqin ki, tanıdacaq. Atmosferli toyumuz oldu, möhtəşəm toyumuz oldu. Demək olar ki, hamı əyləndi, yedi və içdi. Sözü verirəm gecəmizin əsrarəngiz, möhtəşəm aparıcısı Şəhriyar Əbilova. Alqışlar gəlsin. Elvindən tamamilə razıyam. Mirzəzadə dəyərli dostlar, resmi aşağı salmırıq. Bu qızın adını tanımıram. Onu görə deyə bilməyəcəm adı nədir, amma siz yəqin ki tanıyırsınız ki, qabağınızda Instagramdan çıxır. Və tort vaxtı artıq gəlib çatdı. Demək olar ki, artıq toyun sonuna yaxınlaşmışıq. Və tortdan sonra bəylə gəlinin rəqsi mütləq ki olur. Dostlar, bu qədər çalışdım sizə bəzi kadrları verim, həmçinin restoranın özünü də göstərim, həm interyerin, həm yeməklərin, əlaqə nömrələrini də qoymuşdum qabağında. Mən Kamran Bəyəziz, Azərbaycanda foto və video işləri ilə məşğuluq, çəkilişlər edirik. Özünüzə yaxşı baxın, hələlik.